Şəhərlər kimya test toplusu 1-ci hissə 2025-ci il oksigen, hidrogen, su mövzusunda bölməsində olan su və onun xassları mövzusunun suallarına bərabər baxaq. Bismillah. Sual 1. Saf su üçün hansı ifadə doğrudur? Oksigende yanırmı? Yanlış fikirdir. Kəskin EMR yanlış fikirdir. Bəsmədə yanlış fikirdir. Tərkibində metal atomu var, yanlış fikirdir. Amma rəngsiz mayedir. Söhbəti doğru idi. Sual 2. 360 qram suyu elektrolizindən neçə litr qaz qarışığı alınar, daha doğrusu suyun. Gəlin belə eləyək. Baxın, suyu bir dənə elektroliz eləyək. H2O alınır buradan H2, üzərinə gələm O2. Ki bunu əmsallaşdıraq. Burada 2, burada 2 atacaq və məsələ bitəcək. Biz reaksiyada nə görürük? Görürük ki, buradakı suyun kütləsi 36 qramdır. Əgər 36 qramlıq bir su bu prosesə məruz qalsaydı 2 mol oksigen, 1 mol, 2 mol hidrogen, 1 mol oksigen. Ümumilikdə 3 mol, yəni 3 vurulsun 22,4 litr həcmində bir qaz qarışığı alınardı. Amma mənə şərtdə deyir 360 qram su bu prosesə məruz qalıb, onda nə qədər qaz qarışığı alınır? X litr qaz qarışığı alınır. X da buradan bərabər olacaq. Deməli biz 3'ü vuracaq 224'ə, bu da eləyəcək 672 litr. Yəni düzgün cavabımız variantı olacaq. Sual 3. Hansı birləşmələrin su ilə reaksiyasından qaz halında maddə alınmır? Deyərlər, mən bir reaksiya üçün tamamlayıram. Birinci, bəlaca, qırağa sürüşdürək. Birinci reaksiyamız nədir? Birinci reaksiyamızda natrium 2O verilib. Üstünə gəlirəm H2O. Dəyərli dostlar, bu gördüyünüz aktiv metalın əsas oksidi. Aktiv metalın əsas oksidi su ilə reaksiya yerində əsas əmələ gətirir. Yəni burada alınacaq natrium OH. İkinci reaksiyamız natrium hidrid. Natrium hidrid üzərinə gəlirəm H2O. Hidridlərin su ilə reaksiyasından alınacaq qələvi və hidrogen. Yəni alınacaq natrium OH, üzərinə gəlirəm H2. Üçüncü reaksiyamız C2H4'dür, yəni etilendir. C2H4 üzərinə gəlirəm H2O. Etilen suyunun reaksiya daxil olanda etil spirti verəcək, yəni C2H5OH. Dördüncü, sonuncu reaksiyamız kalsium karbid. Su ilə reaksiya daxil olduqda bu asetilenin alınması reaksiyasıdır. Buradan alınacaq kalsium hidroksid və alınacaq asetilen. İndi sualımıza qaydaq. Bizə nə deyir? Su reaksiyasından qaz halında maddə alınmır deyir, bax. Birinci reaksiyamızda qaz halında maddə alınmadı. Bu bərk maddədir. Yəni bunu götürəcəm. Sonra ikinci reaksiyamızda hidrogen qazı alınır deyə götürə bilmərəm. Üçüncü reaksiyamızda bu gördüyünüz etil spirtidir. Yəni qaz halında maddə deyil, uçucu mayedir. Bunu götürəcəm. Sonuncu reaksiyamızdan da asetilen qazı alınır deyə götürə bilməyəcəm. Ona düzgün cavabımız olacaq 1 və 3, yəni C variantı.